Bəli. Dəyərli müəllimlər, bu gördüyünüz qırmızı şriftli və ilk hərfi qara şriftli strukturlara fikir verin. Biz dedik ki, ismi ifadədə təyin edici. Baxın, təyin edicilər birinci gəlir. Determiner deyə qeyd elədiyimi görürsünüzmü? Bunu yuxarıda 13-cü qayda olaraq da qeyd etmişdim. Təyin edicilər, yəni determinerlər, hansı ki bu qrupa miqdar bildirən sözlər. Bu quantifier deyə tanıdığınız sözlər var. Qeyri-müəyyən miqdar ifadə, sam, eyni və s. Artikellardır, müəyyən, qeyri-müəyyən artikellardır, sayılardır, işarə əvəzişlərdir. Baxın, bunlar söz sırasında həmişə birinci gəlir. Az öncəki nümunələrdə də bunu görəcəksiniz. Az sonraki. Təyinici gəldi mi? Daha sonra gəlməlidir fikir bildirən sifət. Sonra fiziki təsvir bildirən sifətlər yadınızdadırmı, dəyərli müəllimlər? Baxın, bu altılıq yadınızdadır. Burada normalda 5'i verilib. Demək, gəlin yazaq. Başlıq olaraq. Determiner, opinion, yəni fikir bildirən, size, ölçü bildirən, quality, keyfiyyət bildirən sifət, age, yaş bildirən sifət, shape, forma bildirən sifət, color, rəng bildirən. Bunu P2 kimi yazaram. Yəni participle forms. Bu feilin 4-cü formu, feilin 3-cü forması. Past participle, keçmiş zaman feili sifətlər. Sonra origin, sonra material. Baxın, yaz bitmir. Sonra type, sonra purpose. Purpose də məqsəd. Baxın, normalda abreviaturanın tam forması budur. Amma yenə də deyirəm, bir sifətin qabağına, daha doğrusu bir ismin qabağına bu qədər təyin edicinin verilməsi onsuz da qeyri-mümkündür. Yəni, İngilis dilində belə bir ismi ifadəni yazmaq üçün gərək gedib bir İngilis tapasan, o İngilis dilinin bütün poetik imkanlarından istifadə etməklə çox qəliz, ədəbi bir cümlə qura, hansı ki, həm ağırdır, həm dil üçün uyğun deyil. Sadəcə nümunə xatirinə bir cümlə. Eyni ilə baxın, bu yuxarıda gördüyünüz bu nümunədəki cümlə kimi. Yəni, normalda bir ismin qarşısına maksimum 3 ya da 4 sifət verərsən də. Bunların sayı 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bu sadəcə qayda xatirinə ardıcıllıqla düzülmüş bir şeydir. Yəni, bunu da yadda saxlayın. Baxın, bu aşağıda gördüyünüz nümunələr Eastwood'un kitabındandır. Yəni, kitabı dərin qrammatika kitabları arasında az qala bestseller olan müəlliflərdən biridir. Verdiyi nümunələrə fikir verin. Söz sırasında. An old cardboard box. Köhnə bir karton qutu. A German industrial economy. Alman sənaye şirkəti. Two small round green discs. İki balaca, dairəvi, yumru, yaşıl disk. Baxın, burada bizim təyin edicilərimizə fikir verin. Determinerlər ən əvvəldə də artikellardan söhbət gedir, miqdar bildirən sözlərdən söhbət gedir və s. Daha sonra mənşə bildirən sifət, növ bildirən sifət, ölçü bildirən sifət, forma bildirən sifət, rəy bildirən sifət. Ölçü bildirən sifət, baxın, keyfiyyət bildirən sifət. Baxın, burada yenilik kimi sizi keyfiyyət bildirən sifət adətən sizin hər kitabda rastlaşmadığınız bir sifət formasıdır. Onları nümunələr üzərindən ayırt etməyə çalışın. Keyfiyyət bildirən sifətlər həqiqətən də digər sifətlərdən rahatlıqla fərqlənir və onların tam olaraq keyfiyyət ifadə etməsini müəyyənləmək çətin deyil. Məsələn, geniş məlumat verici küçə planı. Həqiqətən də informative sifəti burada həqiqətən keyfiyyət bildirir. Baxın, küçə planı, street sözü burada nə ifadə edir? Növ. Planın növünü bildirir. Yəni, plan nə planıdır? Küçə planıdır. Necə bir plandır? Məlumat verici bir plandır. Ölçüsü necədir? Large. Baxın, relative adjective, nisbi sifət yadınızdadırmı? Hansı ki, birbaşa olaraq ismin əlamətini ifadə etmirlər. Kateqoriya olaraq nə götürülüb? Keyfiyyət bildirən sifət kimi götürülüb. A hard wooden, wooden burada materialdır, bu aydın məsələdir. Wooden, bu isə hard. A hard wooden seat. Sərt bir taxta stul. Düzdürmü? Oturacaq. A new improved formula. Yeni inkişaf etdirilmiş bir formul. Dəyərli müəllimlər, yəni yuxarıda gördüyünüz bu ardıcıllıq var, bu sizi çaşdırmasın.
Burada yəni bu dillər əzbəri olan bir ardıcıllıq var da, abreviatura var. Onu daha çox yadda saxlamağınız elə məsləhətdir. Determineri bildikdə onsuz da ismi ifadənin o mütləq ki, mütləq ən başında gəlir. Onu əgər qoysaq bir kənara, elə deyək ki, elə onu da yazaq lap. Dini yazıb mötərizəyə alıram. Çünki bu mütləq bir qaydadır. Təyin edici ən başda gəlir. Opinion, size, bu quality az işlənən bir formadır. Mən osascom yazır. Sizə osascom. Age, shape, color, origin, material. Bu forma daha populyardır. Osascom. İndi burada hansılar yoxdur? Type, purpose yoxdur. Participle forms yoxdur. Quality yoxdur. Aydınmı? Origin, materials. Demək, opinion, size, age, shape, color, origin, material. Bunlar var. Opinion, size, determiner, opinion, size, age, shape, color, origin, material. Bax, bunlar daha aktiv şəkildə ismi ifadə daxilində işlənən sifət qruplarıdır. Və bir şey də deyim, dəyərli müəllimlər, varlıq, yəni əşya bizim bildiyimizdən daha çox xüsusiyyətlərə sahib ola bilər. Ona görə heç də ingilis dilində sifətlərin hansı kateqoriyaya aid olması bu cədvəllə məhdudlaşmır. Elə bir sifət, bəzən testdə elə bir sifət çıxır qarşınıza. Siz onu hər hansı bir kateqoriyaya aid edə bilmirsiniz. Məsələn, temperaturu bildirən sifətlər də var. Məsələn, cold. İndi cold bunlardan hansıdır? Növ deyil, düzdürmü? Məqsəd deyil, növ deyil, material deyil, mənşə deyil, participle deyil, rəng deyil, forma deyil, yaş deyil, keyfiyyət deyil, fikir deyil, ölçü də deyil. Əlamət bildirir. Yox, temperatur bildirən sifətlər var. Yəni temperatur bildirən sifət. Temperature adjectives. Freezing, cold, hot və s. və ilə axır. Yəni sifətlərin elə təsnifi bundan ibarət deyil. Ona görə bu qaydanı müəyyən mənada sırf daha çox bu yuxarıda ilk baxdığımız bir neçə ümumi qaydalar kontekstində ciddiyə almalısınız. Birinci qayda, ikinci qayda, üçüncü qayda, beşinci qayda. Bu civarda bu qaydalar ciddidir. Və təbii ki, bu gördüyünüz bu isimin sifətlərin miqdar sayı, sıra sayıları ilə, bu kimi sözlərlə, törəmələrlə, ölçü vahidləri ilə işlənməsi də kifayət qədər ciddi qaydalardır. Yəni, yadda saxlamalısınız. Bu axırda da bunlara dair nümunələr var. Fikir bildirən ölçü, keyfiyyət, yaş, forma, participle formalar. Participle forms deyib, çünki bura həm feilin üçüncü, yəni participle two, həm də dördüncü, participle one formaları var. Baxın, bunlar participle one'dır, bunlar isə participle two'dur. Aydındır mı? Belə, dəyərli müəllimlər. Qaldı artıq yerdə digər məsələlər, yəni bu materialın elə yarısıdır. İndi sifətlərin izahına dair əlavə qaydalar da var. Bunlara birlikdə